2020-ci il oktyabrın 3-ü, şəhidlərimizin canı, qanı bahasına qazandığımız müharibənin 7-ci günü. Su qovşanda Azərbaycan bayrağı qaldırılır. Yerin tarixi adı da bərpa edilir. Kənd bundan sonra Madagiz deyil, Su qovşan adlandırılır. Su qovşanın azad edilməsi Azərbaycan ordusunun əks hücum əməliyyatlarını daha da genişləndirməyə imkan yaradır. Haqq savaşımızın 7-ci günündə Azərbaycan əskəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır. Rəşadətli Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybək və Quycaq, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri düşmən tapdağından azad edilir. Sevindirici xəbəri Prezident Ali Baş Komandan İlham Əliyev özünün rəsmi Twitter səhifəsində elan edir. Bəli, uzun illərdir həsrətini çəkdiyimiz doğma torpaqlar öz sahiblərini, əskər və zabitlərini qarşılayır. Azərbaycan xalqı qələbə xəbərlərinə sevinir, ermənilər isə məğlubiyyətə düçar olur. Silahlı qüvvələrimizin düşmənə indirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 77-ci tank taborun 4 tankı, Ağdərə istiqamətində yerləşən 5-ci dağıtıcı alayının 4 avtomobil texnikası məhv edilir, 3 tanksa qənimət götürülür. Şəxsi heyət döyüş mövqeyini tərk edərək qaçır. Ermənistan rəhbərliyi xilas olmağın yolunu Azərbaycanın cəbhə bölgəsində və ondan uzaqlarda yaşayan dinc əhalini raket artilleriya atəşinə tutmaqda görür. Bu səbəbdən müharibənin 7-ci günü də yaşayış məntəqələri, Tərtər şəhəri, Ağdam, Ağcabədi, Goranboy rayonlarının kəndləri artilleriya atəşinə məruz qalır. Düşmənin Beyləqana atdığı top mərmiləri nəticəsində 2 mülki şəxs həyatını itirir, 5 nəfər yaralanır. Çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyir. Ermənistan terror əməlləri ilə cəbhə boyu ərazilərdə yaşayan əhalinin evlərini tərk etməsinə nail olmaq, xalq arasında təşviş yaratmaq istəsə də, yerli sakinlər əzimkarlıq, iradə nümayiş etdirərək öz yurdunu tərk etmir, torpaqlarından bir addım geri çəkilmirlər. Biz heç kimdən qorxmuruq. Allah ordumuza can sağlığı versin, ölə şəhidlərimizin Allah ruhu şad olsun, Allah canlarını sağ eləsin. Biz həmişə hazırıq müharibəyə. Onlar elə bilir ki, bizi atmaqla, nəyəsə qorxuza, o mümkün deyil. Yəni biz onlara bu günlərim yenə deyirik ki, çıxsın torpaqlardan. Yəni biz canlı qüvvələr olaraq durmuşuq ondan qarşı. Biz heç nədən qorxmuruq. Mən yaşayıram bu kətdə, hal-hazırda bu kətdən heç kim çıxmayıb. Hamı öz yerindədir, lap yaxşıdır. Allah ordumuza qüvvət versin, can sağlığı. Bəli, bir tərəfdə terrorçu orduyla müharibə aparan, əzəli torpaqlarını işğaldan azad edən Azərbaycan, digər tərəfdə isə mülki insanları hədəf alan, yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan. Lakin bu erməni təxribatı da xalqımızın mübarizə əzmini qıra, ordumuzun irəliləyişini dayandıra bilmədi. Hər bir Azərbaycanlı istər ön, istərsə də arxa cəbhədə vətənin azadlığı üçün mübarizə apardı. Birlik və vəhdət sınağından alnı açıq çıxdı.